Salam, Real intervyu efirdədir. Artıq bir ilə yaxındır ki, Azərbaycanda, Bakıda İSESCO-nun regional ofisi fəaliyyət göstərir və elə bugün regional ofisin bir illik fəaliyyəti ilə bağlı illik hesabat təqdim olundu. Hazırda isə mənim həmsöhbətim İSESCO-nun Bakı regional ofisinin rəhbəri Dr. Əbdülhəkim Əlsanandır. Doktor Əlsanan, xoş gördük və təşəkkür edirik vaxtınıza görə. İlk sualım belə olacaq. İSESCO-nun regional ofisinin Bakıdakı ümumiyyətlə region üzrə əhəmiyyəti nədən ibarətdir? Buyurun. أولا بسم الله الرحمن الرحيم سعيد بهذا اللقاء وسعيد أن نستضيفكم اليوم في مكتبنا مكتب الإقليمي لمنظمة العالم الإسلامي للإسيسكو سعيدين جدا. Əvvəlcə rəhman və rəhm olan Allahın adıyla bu görüşdən çox məmnunam və bugün sizi ofisimizdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının regional ofisində qəbul etməkdən məmnunam. Onun qərargahının Bakıda olmasından çox məmnunuq. Həqiqətən də Bakıdakı İSESCO regional ofisi Rabatda İSESCO-nun çətiri altında fəaliyyət göstərir və İSESCO-nun işinin və məqsədlərinin ayrılmaz hissəsidir. Bu ofis Orta Asiya, Qafqaz regionu və İrs, təhsil və texnologiya baxımından çoxsaylı mədəni əlaqələrlə birləşən İslam dünyasının qalan hissəsi arasında əsl körpü, birləşdirici əlaqə olmaq üçün yaradılıb. Buna görə də İSESCO-nun Bakıdakı regional ofisinin rolu bu ölkələr arasında bu körpülərin genişləndirilməsində həlledici rol oynayır. Bugün biz İSESCO-nun Bakıdakı regional ofisində əsasən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızistan və Özbəkistan kimi bir qrup ölkəni əhatə edirik. Bu mədəni və təhsil körpülərinin bu 5 ölkəyə genişlənməsinə nəzarət edirik. Bugün biz qəbul edirik ki, Azərbaycan, Tacikistan, Qazaxıstan, Qırğızistan və Özbəkistanda tapılan zəngin irsin bu böyük və gözəl irsi ortaya çıxması üçün İSESCO kimi bir təşkilata ehtiyacı var. Bugün bu İslam ölkələrinin buna ehtiyacı var və bugün biz Bakıda bu ölkələri tədbirləri və fəaliyyətləri ilə əhatə edirik. Əsas rolumuz bu ölkələr arasında bu körpüləri qurmaqdır. كمنظمة العالم الإسلامي الإسيسكو أن تخرج هذا الإرث الكبير والإرث الرائع الذي يحتاجه كافة هذه الدول الإسلامية. واليوم نحن في باكو نغطي هذه الدول بفعالياتها وأنشطتها، فالدور الأساسي الذي نقوم به هو مد هذه الجسور بين تلك الدول. نعم. Bugün ofisin bir illik fəaliyyətinin hesabatı təqdim olundu. Və təbii ki, ofis fəaliyyətə başlayanda müəyyən hədəflər var idi. Necə bilirsiniz? Yəni bu hesabatda nəzərdə tutduğunuz bütün hədəflərə çata bildinizmi, yoxsa qarşıda hələ görüləsi işlər var? Və bu əsnada Azərbaycanın da təbii ki, İSESCO-ya verdiyi xüsusi önəm əlbəttə ki, nəzərə alınır. الحقيقة ما لمسه المكتب الإقليمي من دعم من حكومة أذربيجان على رأسها فخامة الرئيس إلهام علييف واللجنة الوطنية تحت قيادة معالي وزير الثقافة عادل كريملي، كانت هناك دعم كبير حقيقة للمكتب الإقليمي، حيث أن منذ افتتح المكتب وتشرفنا بافتتاح المكتب بتشريف كبير. Bu prosesin ön sıralarında zat-ı aliləri Prezident İlham Əliyev və Mədəniyyət Naziri Adil Kərimlinin rəhbərliyi altında Milli Komitə dayanırdı. قمنا بعمل خطة عمل كاملة لتحقيق تلك المبادرات والأهداف التي تحقق لدول العالم الإسلامي الشيء الكثير. خططنا بشكل جيد، بدأنا بشكل جيد، ولكن الدعم الذي حصلنا عليه. Regional ofisə həqiqətən böyük dəstək var. Leyla xanım Əliyeva tərəfindən açılışını etməkdən şərəf duyduğumuz ofisdə fəaliyyətə başlayandan bəri onun reallaşdırılması və vizyonunun və strategiyasının reallaşdırılması başlandı. قفزة نوعية
قفزة نوعية في حركة المكاتب الإقليمية للأسيسكو وما قدم اليوم من أهداف ومشاريع كانت İslam dünyası ölkələrinə böyük fayda verəcək bu təşəbbüslərə və məqsədlərə çatmaq üçün həqiqətən də hər tərəfli iş planı hazırladıq. Yaxşı planlaşdırdıq, yaxşı başladıq, amma aldığımız dəstək gözləntiləri aşdı və bu da ofisin açılışına əhəmiyyətli etdi. من الأنشطة الثقافية لمسنا الجانب الثقافي أيضا لمسنا جيل الشباب حيث عملنا أكثر من فعالية لشباب دول العالم الإسلامي ودول المنطقة الذين هم رواد المستقبل وصناع المستقبل الحقيقيين حيث Bir ildən az bir müddətdə 22-dən çox tədbir keçirdik və bu rəqəm həqiqətən də İSESCO-nun regional ofislərinin fəaliyyətində keyfiyyətcə bir sıçrayışı təmsil edir. Bugün təqdim olunan məqsədlər və layihələr regiondakı əksər ölkələri əhatə edirdi. İstər Bakıda, istər Səmərqənddə, istər Qazaxıstanda, istərsə də Pakistanda bir sıra tədbirləri və mədəni fəaliyyətləri əhatə etdik. آسيا الوسطى والقوقاز وكان هناك أيضا دعم من معالي الدكتور سالم المالك في المقر الرئيسي في الرباط على كل والوقوف شخصيا. Mədəni aspektə toxunduq və gənc nəsillərlə də əlaqə saxladıq. Gələcəyin liderləri və keçmişin qarşılığı bugün bizə bütün regionda xidmət edən fəaliyyət aparmaq üçün yumşaq bir güc verib. Sizi İSESCO-nun regional ofisində görməkdən həqiqətən məmnunam və bu mübarək diyardan bu kanalda sizinlə görüşməkdən çox məmnunam. Təşəkkür edirəm. أن تكون يعني مستفادة ويستفيد منها كافة شباب دول العالم الإسلامي. Və sonuncu sualım hədəflərlə bağlıdır. Yəni yaxın gələcəkdə İSESCO-nun Bakı regional ofisinin hədəfləri nədən ibarət olacaq? عندما نتكلم عن الأهداف فالأهداف كبيرة وواسعة لا يقتصر الكلام على هدف معين ولكن طموح الإسيسكو دائما بالتعاون مع دول العالم الإسلامي وبالأخص مع أذربيجان ودول المنطقة كبير جدا من أهمها. Məqsədlərdən danışarkən onlar geniş və çoxşaxəlidir. Müzakirə tək bir məqsədlə məhdudlaşmır. Əksinə, İSESCO-nun İslam dünyası ölkələri, xüsusən də Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlıq ambisiyasını əks etdirir. هي أساس الدين الإسلامي وأن اليوم التكنولوجيا Bu məqsədlərdən ən vacibləri arasında bir çox gərgin düşüncə tərzini dəyişmək, dialoq və müzakirə prinsiplərini aşılamaq və onlarda irs və dəyərlərin İslamın təməlidir anlayışını inkişaf etdirməkdir. له أدوار كبيرة حقق جزء منها كبير ولا زال يحقق. اليوم الإسيسكو عملت. Bugün texnologiya və süni intellekt insan həyatının vacib hissəsidir və əldə edilməli olan strateji məqsədlər olmalıdır. Bilirik ki, İSESCO ofisi artıq xeyli iş görüb və bunu davam etdirərək əhəmiyyətli rol oynayır. Bugün İSESCO Azərbaycanla eləcə də regionun digər ölkələri ilə çoxsaylı fəaliyyət və təşəbbüslər üzrə əməkdaşlıq edir. لربط دول العالم الإسلامي فيما بينهم واليوم كان لدينا حفل عن الفورسايت للاستشراف وكان هو بأكورة الأعمال. Bütün bu təşəbbüslər və fəaliyyətlər regiondakı bir çox insanın yaşaya biləcəyi, İslam dünyası ölkələrini birləşdirən, real nəticələr əldə etməyi hədəfləyir. Bugün regionda qabaqcıl bir təşəbbüs olan uzaqgörənliklə bağlı mərasim keçirdik. Bu regionda ilk, həqiqətən əhəmiyyətli bir təşəbbüsdür və müxtəlif ölkələrdən bir çox mütəxəssis və nümayəndəni bir araya gətirərək razılaşma əldə etmək və uzaqgörənlik üçün mərkəz nöqtəsi yaratmaq məqsədini daşıyır. Bu əlaqə nöqtəsi tarixi orijinallığı, hamımızın dəyər verdiyi zəngin irsi, diqqətə layiq inkişaf, təsirli şəhər artımı və süni intellektə güclü təməllə birləşən bu mübarək diyarda Bakıda yerləşir. İndiki və keçmiş arasındakı qarşılığı bugün bizə bütün regiona xidmət edən fəaliyyətlər aparmaq üçün yumşaq bir güc verib. Sizi İSESCO regional ofisində görməkdən həqiqətən məmnunam və bu mübarək diyardan, bu kanaldan sizinlə görüşməkdən çox məmnunam. Təşəkkür edirəm. Bəli, Real TV-də İSESCO-nun Bakı regional ofisinin rəhbəri Dr. Əbdülhəkim Əlsənan idi. Salamat qalın.